Sirlər otağı ucsuz-bucaqsız dağların qoynunda illərin sirlərinin, əcdadların xatirələrini və torpağın ölməz hikmətini özündə cəmləşdirən Günəşli adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, hündür çınqıllı ağacları və axan çayların səsi sanki hər küncündə keçmişin dastanlarının, nəsillərin öyrətdiyi dərsləri fısıldayırdı. Kənd sakinləri üçün ev yalnız tikililərdən ibarət deyildi, o, ailə, ənənə və insan ruhunun sarsılmaz gücü ilə dolu bir məkan idi. Hər kəs öz evində, ailəsinin qəlbində və yaşadıkları torpaqda səmimi dəyərlərin, sevgilərin və mərhəmətin izlərini daşıyırdı. Kəndin hörmətli adamlarından biri olan Əli bəy, gənclərə hər axşam məclisdə toplanan insanlara həyatın dərin mənalarını, keçmişin acı şirin dərslərini və gələcəyin ümid dolu perspektivini izah edərdi. O, deyərdi, əziz övladlarım, evimiz yalnız daş, kərpic və taxtadan ibarət tikili deyil, o, qəlbimizdə, ailəmizdə və ənənələrimizdə yaşayan sarsılmaz dəyərlərin, sevginin və mərhəmətin yurdudur. Hər birimiz bu evin bir parçasıyıq və onun səsi, keçmişin dərsləri ilə gələcəyin ümidini bir araya gətirir. Lakin həyatın sınaqları yalnız kənar dünyada deyil, bəzən insanın öz içində də baş verir. Gənc Namiq, kəndin ən gözəl və zəhmətkeş övladlarından biri idi. O, uşaqlığından bəri evinin səmimi havasında, anamın xoş sözlərindən, atasının torpağa bağlılığında böyüdü. Amma illər keçdikcə, Namiq həyatın çətinlikləri ilə üzləşdikcə, içində dərin bir boşluq, bir qorxu və narahatlıq hissi yaranmağa başladı. O, özündə, keçmişin xatirələrində və gələcəyin bilinməzliyində sarsılmaz güc axtarırdı. Bir gün Namiqin atası Hacı Rəsul bəy evin ən köhnə otağında, Sirlər otağı adlandırılan uzun illərin qoxusunun, əcdadların izlərini və keçmişin bütün acı şirin xatirələrini daşıyan otaqda ona yaxınlaşdı. O otaq evin ən uzaq küncündə, qapsız, sanki unudulmuş bir sirri gizlədən, səssiz və qaranlıq idi. Hacı Rəsul bəy Namiqə belə dedi, ey oğlum, bu otaq bizim keçmişimizin, əcdadlarımızın xatirələrinin və itirilmiş arzuların məkanıdır. Onun divarlarında yazılmış hər qırıntı, hər yarıq bizə həyatın sınaqlarını və əsl gücün, sevginin, mərhəməti, ədaləti öyrədir. Gələcəyimizi qura bilmək üçün keçmişin dərslərini unutmamalı və bu otağın səsini dinləməliyik. Bu sözlər Namiqin qəlbində dərin izlər buraxdı. O, artıq anladı ki, bəzən insanın ən böyük sınağı öz iç dünyasında gizlənmiş, unudulmuş xatirələr və keçmişin sirləridir. Həmin otaq ona yalnız itirilmiş anları xatırlatmaqdan ibarət deyildi, o, həm də gələcəyin, əsl gücün və sarsılmaz inamın açarı idi. Namiq günlər keçdikcə Sirlər otağı daha çox vaxt sərf etməyə başladı. O, otağın tozlu divarlarında, köhnə şəkillərdən, əcdadlarının yazdığı məktublarda və oturacaq künclərindən ailəsinin və kəndin dərin tarixinin unudulmuş xatirələri, sevgi və kədəri axtardı. Hər bir künc, hər bir detal ona həyatın əsl mənasını, yalnız maddi zənginlikdən daha çox insanın qəlbindən, ailəsində və ənənələrində yaşayan sarsılmaz gücü öyrədir. Sanki keçmişin səsi gələcəyin işığını və ümidini daşıyırdı. O otaqda keçirdiyi uzun saatlar ərzində Namiq özündə bir dəyişiklik hiss edirdi. Əvvəllər qaranlıq və soyuq hiss olunan bu otaq indi onun üçün sarsılmaz ümidin, əsl gücün və sevginin mənbəyi kimi görünürdü. O, anladı ki, həyatın hər çətinliyi, hər itki, hər kədər insanın içindəki sarsılmaz gücü ortaya çıxarır. Bəzən ən böyük məğlubiyyətlər, ən dərin acılar, ən qaranlıq gecələr bizə əsl qəhrəmanlığın, sarsılmaz ümidin və sevginin nə demək olduğunu öyrədir. Namiq Sirlər otağı əldən çıxanda artıq yalnız bir otaq kimi yox, öz içindəki əcdadların, ailəsinin və kəndin sarsılmaz dəyərlərinin simvolu kimi görürdü. O, kəndin dar daş yollarında, tarlalarda, meşələrdə və axan çayın sırıltısında hər şeyin özündə bir dərs, bir ümid, bir güc daşıdığını anladı. Hər addımında həyatın acı şirin təzadlarının, ədalətin, mərhəmətin və sevginin sarsılmaz qüvvəsini hiss edirdi. Bir gün kəndin mərkəzində toplanan insanlar keçmişin və gələcəyin dərin sirlərinin, azlığın və bolluğun, kədərin və sevincin, acının və ümidin ahəngini bölüşmək üçün böyük bir məclis təşkil etdilər. Hər kəs Sirlər otağı divarlarında yazılmış unudulmuş məktubları, köhnə şəkilləri və itirilmiş xatirələri xatırlayaraq gələcək üçün yeni ümid dolu addımlar atmağa çalışırdı. Həmin məclisdə Hacı Rəsul bəy səmimi və dərin səsi ilə belə dedi, əziz övladlarım, həyatın ən böyük gücü, əsl güc, yalnız bolluqda, maddi varlıqda deyil, o, bizim qəlbindən, ailəmizdə və ənənələrimizdə. O, Sirlər otağının hər küncündə yaşar. Biz, keçmişin dərslərindən öyrəndikcə gələcəyin parlaq ümid işığını tapacağıq.
Hər birimiz bu otağın səsini dinləyərək itirilmiş sevginin və unudulmuş xatirələrin ardınca doğan sarsılmaz inamı, əsl gücü qəlbimizdə daşıyacağıq. Bu sözlər məclisdə toplanan hər kəsin qəlbində dərin rezonans yaratdı. Gənclər köhnə otağın sirlərini araşdıraraq öz içlərindəki sarsılmaz gücü, sevgi və mərhəməti tapmaq üçün bir-birinə dəstək oldular. Namiq də sirlər otağının divarlarında, tozlu künclərdə yazılmış əcdadlarının məktublarında, köhnə şəkillərdə və unutulmuş xatirələrdə öz içində əsl gücün izlərini tapdığını hiss etdi. O, artıq anladı ki, həyatın hər itkisindən sonra doğan o parlaq ümid, ən böyük məğlubiyyətlərdən sonra belə insanı yenidən doğuran əsl gücdür. Günlər, illərlə ölçüldükcə Günəşliyə kəndinin hər küncündə, dar-daş yollarında, meşələrin sükut dolu kölgəsində və axan çayın melodiyasında insanlara həyatda hər şeyin, acının, kədərin, sevinclərin və ədalətin bir araya gəldiyi dərin bir dərs verildi. Hər səhər dağlardan süzülən günəş şüaları, hər axşam gün batarkən evlərin pəncərələrindən içəri süzülən işıq hər kəsə öyrətdi ki, əsl güc, maddi varlıqlardan çox, qəlbdə, ailədə və ənənələrdə yaşayan sevgi, mərhəmət və inamdır. Nəhayət, sirlər otağının səsi insanlara yalnız keçmişin acı xatirələrini deyil, eyni zamanda gələcəyin parlaq ümidini və əsl gücün sarsılmaz işığını da bəxş etdi. Hər kəs bu otaqda, hər küncdə və hər daşda öz içindəki sarsılmaz dəyərləri taparaq həyatın ən çətin anlarını sevgi və mərhəmətlə qarşılamağı öyrəndi. Kəndin gəncləri o sarsılmaz gücün və ümidin işığında gələcək üçün böyük planlar qurdular. Onlar qarşı duranların əsası olaraq ədalətsizliyə, zülmə və məğlubiyyətin gətirdiyi acıya qarşı sarsılmaz müqavimət göstərməyə qərar verdilər. Beləliklə, məğlubiyyətin izləri əvəyə qarşı duranların səsi kimi dastanlar arasından azlığın izdüşümü, ənin və gələcəyin umudu, ənun dərsləri ilə birləşən qarşı duranların səsi adını daşıyan bu hekayə insanın öz içindəki dərin gücü, sarsılmaz inamı və sevginin əbədi işığını ortaya qoyan Tolstoyun geniş ürəklə yazdığı kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dar-daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq, keçmişin acı dərslərinin, unutulmuş xatirələri və gələcəyin parlaq ümidini öz həyatlarına tətbiq etdi. Gecələr, ulduzsuz qaranlıq səma altında, meşələrin sükut dolu kölgəsində və axan çayın incə səsi arasından insanlar öyrəndilər ki, hər itki, hər məğlubiyyət, hər azlıq, bunlar insanı daha da gücləndirən, ona əsl gücü, sarsılmaz inamı və sevgini bəxş edən dərslərdir. Beləliklə, Gücün İzdüşümü adlı bu hekayə Tolstoyun əsərlərində olduğu kimi insanın zəifliklərini aşan, hər məğlubiyyətdən sonra doğan yeni ümid və sevgi işığını ortaya qoyan dərin mənəvi zənginlik və inamın təcəssümü olaraq nəsillərin qəlbində, hər evin divarında və kəndin dar-daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu dastanı ürəklərində daşıyaraq həyatda heç bir məğlubiyyətin, heç bir acının, heç bir azlığın sevgi və inamın sarsılmaz gücünü söndərə bilməyəcəyinin, əksinə insanın içindəki əsl gücün, sarsılmaz ümidin və sevginin nə demək olduğunu hər zaman xatırladı və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu. Beləliklə, qarşı duranların səsi ədalətin, sarsılmaz inamın və əsl gücün simvolu, nəsillərin qəlbində, hər küncdə və hər daşda əbədi olaraq yaşadığı hər kəs həyatın ən çətin anlarında belə, içində yanan o sarsılmaz işığı tapdı və bu işıqla gələcəyin parlaq səhərlərini qurdu.